Sabahınız xeyir olsun. Köhnələr, Bakını sevənlər. Mən indi keçmişdə Olimp mağazası kimi tanınan həmən o binanın arxasındayam. Hardakı, hansı ki binanın altında həmən o Olimp mağazası yerləşirdi. Bax fikir verin. Yəni bura el arası deyərdilər ki, rəssamlar məhəlləsi. Fikir verirsiniz? Görün nə qədər burada baxın qrafiti tipli əsərlər var. Bax mən indi gedirəm, gedə-gedə sizə göstərəcəyəm. Bax fikir verin. Deyirəm ki, doğrudan da öz adına layiqdir. İndi buradan mən bilirəm ki, çox adamlar görəcəklər, yadlarına salacaqlar ki, nə vaxtsa burada yaşayıblar. Bax baxın, həmən o məhəllə. Bax, görürsünüz. Deyirəm düzgün ad qoyublar da ona da. O dəqiqə bilinir ki, doğrudan da bu məhəllədə çox saylı rəssamlar yaşayıb nə vaxtsa. Bəlkə indi də yaşayırlar, amma çox güman ki, mənə elə gəlir ki, indi onların sayı artıq o qədər olmaz. Çünki rəssamlıqda necə deyərlər, əfsuslar olsun ki, bu dəqiqə hal-hazırda pul yoxdur. Yəni inci sənətə qiymət verən, inci sənətə dəstək verilən lazımı qədər, yəni ürəyimiz istəyən qədər deyil. Cavanları da başa düşmək olar, indi onların tamam başqa bir maraqları var. Artıq inci sənət heç kim üçün maraqlı deyil. Ona görə mən açığı heç kəsi burada qınamıram. Deyirlər ki, hər dövrün öz tələbləri var, hər zamanın öz tələbləri var, hər anın da öz hökmü var. Rəssamlar məhəlləsindən sabahınız xeyir olsun bir də qəlbdən qəlbə.